Öd kisəsi üçün 10 faydalı qida və qaydalar. Öd kisəsinin sağlam qalması üçün qidalanmada düzgün seçim çox önəmlidir. Sağlamas təqdim edir. Ən faydalı qidalardan biri liflə zəngin tərəvəzlərdir. Xüsusən brokoli, külçələmi, ispanaq və çuğundur ödün daha duru qalmasına kömək edir və qatlaşmanın qarşısını alır. Tam taxıl məhsulları da mühüm rol oynayır. Yulaf, qarabaşaq və qəhvəyi düyü bağırsaq hərəkətini yaxşılaşdıraraq öd axınını stimullaşdırır. Həftəlik menyuda mütləq yer almalıdır. Sağlam yağlar arasında zeytun yağı ilk sıradadır. Çiğ halda az miqdarda qəbul edildikdə öd durğunluğunu azaldır və həzmi yüngülləşdirir. Balıqda olan omega-3 yağları da öd kisəsi üçün çox faydalıdır. Buna görə həftədə 2-3 dəfə balıq yemək tövsiyə olunur. Çiğ qoz, badam və digər toxumlar öd tərkibini sabit saxlayır və daş riskini azaldır. Bu qidalar həm də yaxşı enerji qaynağıdır. Gündə kifayət qədər su içmək isə bütün bu proseslərin əsasını təşkil edir. Su ödün axıcılığını artırır və qatılaşmanın qarşısını alan ən vacib amillərdən biridir. Əlavə qaydalar: qızardılmış yeməklər, margarin və hazır məhsullardan uzaq durun. Gündə ən azı 8 stəkan su içmək və hər gün 30 dəqiqə gəzinti və ya yüngül fiziki hərəkətlərlə öd axınını stimullaşdırmaq olar. Videonu bəyənməyi və bizi izləməyi unutmayın.